Gözümdən şiş yağır, sən də mənə tutturmuşsan ki, bu videonu çəkək. Tarixin ən qısa müharibəsi cəmi 38 dəqiqə davam edib. Bəs ən uzun müharibə hansıdır, bilirsinizmi? Söhbət Fransa və İngiltərə arasındakı 100 illik müharibədən gedir. Müharibənin adında 100 illik sözü olsa da, həmin müharibə 1337-ci ildən 1453-cü ilə qədər, yəni tam olaraq 116 il davam etmişdir. Hər şey İngiltərə kralı 3-cü Edvardın Fransa taxtına iddia etməsi ilə başladı. Fransa isə bunu qəbul etmədi və beləliklə müharibə başladı. Bu müharibə boyu bəzən qızğın döyüşlər getmiş, bəzən isə atəşkəs elan olunaraq uzun illər sakitlik hökm sürmüşdür. 100 illik müharibənin yekununda Fransa qalibiyyət qazanır, İngiltərə isə qitədəki əsas torpaqlarını itirir. Bəs siz bu 100 illik müharibə ərzində adını tarixə yazsınız. Nə gülürsən? Mən bu saata qədər saxlamırsansa bunu deyəcəm. Bəs sən bu 100 illik müharibə ərzində adını tarixə yazdıranlardan kimləri tanıyırsan? Rəylərdə bizimlə bölüş. Sənsiz daha çox iyi başardım mən.